Salam əziz xanımlar, xoş gördük hər birinizi. Burada bayram günü idi. Mən də biraz hazırlıq gördüm. Toyuq ləvəngisi hazırladım. Ləvənginin turşusu biraz az oldu. Ona görə rəngi biraz belə açıq formada qaldı. Bu bayram günlərində əslində daha çox video çəkmək istəyirdim. Maraqlı videolar, vloglar paylaşmaq istəyirdim. Sadəcə uşaqlar xəstə olduğuna görə biraz işlər istədiyim kimi yetmədi. Uşaq da xəstə olanda, yəni heç belə öz işlərimi güclə çatdıra bilirəm. Bizdə də uşaqlar hamısı eyni vaxtda xəstə olur. Ancaq yenə də azdan çoxdan nəsə bir şeylər çəkmişəm və sizinlə paylaşıram. İnşallah siz də bəyənərsiniz. Elə ən axırda 3 oyunu oynayır. Anne sən tapsan, belə deyir. Ya sən silmişəm hamısını. Burada da çay süfrəsi hazırlamışam. Eltilərim bizə gələcək. Axşam belə oturub söhbətləşib, çay içib bir yerdə zaman keçirəcək. Ona görə onlar üçün belə hazırlıq görmüşəm. Ясно. Видно? А? Ладно. Возьми
Mən vloqlarımı çox zaman günlük çəkirəm. Yəni gün ərzində evdə nə işlər görürəmsə, nə hazırlayıramsa, nə bişirirəmsə, onları sizinlə paylaşıram. Bəzən belə günlər olur ki, bayram olur, tətil günü olur, uşaqlar xəstə olur. Onda belə qarışıqlıq olur biraz. Günlər bir-birinə qarışır. Belə qarışıq bir vloq ortaya çıxır. Bu da başqa bir gün idi. Axşama yemək hazırlayırdım. Yeməyimi hazırladım. Anam bizdəydi. Uşaqları anamın yanında qoydum. Eltilərimlə birlikdə mağazaya getdik. Elə ona görə də videonun davamı da yoxdur. Yəni mən burada artıq getmişəm. Yeməyi hazırlayıb bişməyə qoyub getmişəm. Bu vlogumda bu kadar oldu. İnşallah severek izlediniz. Sağ olun, sağlıkla kalın. Allah'a emanet olun.